Allah həmişə bizə kömək edir, amma zühur etmir. Allah həmişə bizə kömək etdiyinə görə gəlin diqqətimizi yalnız görünən dünyaya deyil, görünməz dünyada Allahla birlikdə gəzməyə çalışaq. Gəlin birlikdə Çıxış 17-ci fəsilə nəzər salaq. İsraillilərin səhrada 40 illik səyahəti bizim üçün bir dərsdir. O, iman səhrasında gedərkən necə yaşamalı olduğumuz barədə bizə həm peyğəmbərlik edir, həm də öyrədir. Çıxışın 17-ci fəsil 9 ayəsinə nəzər salaq. 8 ayədən oxuyaq. Bundan sonra Amaleklilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər. Musa Yeşuaya dedi, bizim üçün bir neçə adam seç, get Amaleklilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam. Yeşua da Musa deyən kimi etdi və gedib Amaleklilərlə döyüşdü. Musa, Harun və Xur isə təpənin başına çıxdılar. Musa əlini qaldıranda İsrail övladları üstün gəlirdi, əlini endirəndə isə Amaleklilər üstün gəlirdi. Bu, Yeşuanın Refidimdə Amaleklilərə qarşı döyüşünü göstərir. Burada Yeşua ön cəbhədə vuruşur. Musa arxadan ona dəstək olur və Allah Musaya belə bir qüvvət verir. Biz bu münasibət barədə düşünməliyik. Yeşua nə qədər təcrübəli və müdrik olsa da, Musa əllərini aşağı salanda hər şey mənasını itirdi. Dəqiq desək, Musanın əllərini qaldırması və ya aşağı salması vacib deyil. Vacib olan Musanın əllərinin yuxarı və ya aşağı salınması əsasında döyüşün nəticəsinə təsir edən Allahın gözə görünməz gücüdür. Çıxış 14-cü fəsil 10 ayəyə nəzər salaq. Firon yaxınlaşanda İsrail övladları baxıb gördülər ki, Misirlilər onlara doğru gəlirlər. Buna görə də İsrail övladları çox qorxdu və Rəbbə fəryad etdilər. Onlar Musaya dedilər, məgər Misirdə qəbiristanlıq yoxdur ki, sən bizi səhrada ölməyə apardın. Bizi Misirdən çıxarıb başımıza nə gətirdin? Misirdə sənə bizdən əl çək, Misirlilərə qulluq edək. Demirdikmi? Səhrada ölməkdən Misirlilərə qulluq etmək bizim üçün yaxşıdır. Musa isə xalqa belə dedi, qorxmayın. Durun, Rəbbin bugün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz. Sakit olun, Rəbb sizin üçün döyüşəcək. Rəbb Musaya dedi, nə üçün mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər. Görünən dünyada Musa əsasını dənizin üzərinə uzatdı. Halbuki görünməz dünyada Musa əsasını uzadan kimi Allah dənizi geri çəkdi və suları ikiyə böldü. Gəlin Davudun hekayəsinə də nəzər salaq. Cavan oğlan Davud Qolyatı məğlub edəndə, əgər Allah onunla olmasaydı. Sizcə, cavan Davud hətta generalların da qorxduğu Qolyatı məğlub edə bilərdimi? Sapandan atılan daşın məhz alnına dəyməsini diktə edən qanun var idimi? Milyonda bir ehtimala malik idi. Bu qeyri-mümkün idi. Ancaq Allah onunla olduğu üçün daş necə hədəfdən yayın bilərdi. Buna görə də biz müjdədə iman yolunda addımlayarkən, görünən dünyada başqaları tərəfindən görünmək üçün yalnız zahiri cəhətdən üstün olmağa çalışmamalı. Həm də yadda saxlamalıyıq ki, Allah həmişə bizi izləyir və görünməz dünyada bizimlə birlikdədir. Biz müjdənin doğru yolunda səylə addımladığımız zaman sevinir. Səmimi qəlbdən xahiş edirəm ki, hamımız həmişə bizimlə olan Allahı xatırlayaq və heç bir şeyin əskikliyi olmadan mənəvi Kənana, əbədi səmavi səltənətə daxil ola bilmək üçün iman səhrasında yürüşü başa vura bilək.